Alıcı bir malın qiymətini 20% aşağı salıb 3200 manata aldı. Malın satış qiymətini tapın. İlk öncə 20% aşağı salıb bizim ümumi faizimiz nə qədərdir? 100%. 20% aşağı salıbsa malın qiymətini, neçə faiz qalıb malın qiyməti? 80%. Demək, malın qiyməti 20% aşağı saldıqdan sonra 3200 manata almış oldu. Yəni 80% 3200 manatdır. Bizdən malın satış qiymətini istəyirdi. Satış qiyməti 100% idi. Yəni aşağı salınmamışdan öncə. Onu istəyir, orada yazırıq x manat. Çarpaz şəkildə vururuq. Yəni x vurulsun 80 bərabərdir 3200 vurulsun 100. X bərabərdir 3200 vur 100 bölünsün 80 bərabərdir 4000. Doğru cavab D bəndi.